Bir bayram düşünün ki, insanlıq tarixi qədər yaşı var. O bayram ki, ümid simvoludur. Xeyrin şər üzərində qələbəsini, işığın qaranlığa olan zəfərini təcəssüm etdirir. Həmən bayram ki, öz fəlsəfəsi ilə insanlara hər qaranlıq gecənin bir işıqlı sabahı olduğunun təbiət üzərində canlı nümunəsini nümayiş etdirir. O bayramla ki, qışın soyuğundan donmuş suları əridən təbiət, buzlaşmış qəlbləri də isidərək yeni yaşama qədəm qoyur. Bəli, bugün biz imperiyaları, inqilabları və dövrlərin dəyişməsini yaşamış, bizi insanlığın ən qədim inancları ilə bağlayan, kökləri minilliklərin dərinliyinə gedib çıxan bir özəl mərasimdən, bu özəl günün hazırlıq dövründə həyata keçirilən adət-ənənələrdən danışacağıq. Söhbət bahar, yenilənmə və ümid bayramı olan Novruzdan gedir. Amma bilirsinizmi ki, onun parlaq ənənələrinin arxasında dünyanın ən qədim insanlarının inancları ilə sirli bir əlaqə gizlənir? Novruz sadəcə baharın gəlişi deyil, bu sanki keçmişə bir portaldır. Burada od müqəddəs, təbiət isə ilahi qüvvənin canlı təcəssümüdür. Təbiətin oyanmasının rəmzi olan bu mərasimlər zaman keçdikcə zərdüştlük inancı tərəfindən mənimsənilmiş və nəsildən nəsilə ötürülmüşdür. Bəs bu qədim inanclar müasir Novruz ənənələri ilə necə qarışdı? Niyə biz hələ də tonqallar qalayırıq, süfrələri cücərmiş buğday ilə bəziyirik və xüsusi yeməklər hazırlayırıq? Bu simvollar və rituallar hansı sirləri gizləyir? Novruzun qeyd edilməsi barədə ilk izlər Zərdüştlüyün müqəddəs kitabı olan Avestada tapılır. Eramızdan əvvəl 6-cı əsrdə Əhəmənilər imperiyası dövründə Novruz dövlət bayramı statusunu alır. Zaman keçdikcə isə Novruz İran və Türk xalqlarının, həmçinin bu ənənəni qəbul edən digər etnik qrupların yaşadığı bir çox ölkə və bölgələrə yayılır. Novruz bayramı ərəfəsində bayramdan 4 həftə əvvəl çərşənbə adlanan 4 çərşənbə axşamı qeyd olunub. Payızın soyuğu, qışın dondurucu şaxtası yerini yavaş-yavaş nəfəsi gül qoxulu bahara verir. Amma bahar bizə birdən-birə gəlmir. O qapımızı 4 dəfə döyür. Hər döyüntüdə bir sir, hər çərşənbədə bir oyanış var. Təbiətin oyanış nəğmələri, su çərşənbəsi, ot çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi. Onların hər biri təbiət elementlərindən birinin oyanışını tərənnüm edir. Su çərşənbəsi saf niyyətlərin başlanğıcının simvoludur. Baharın ilk müjdəçisi sudur. Xalq arasında buna əzəl çərşənbə də deyirlər. İnanca görə bugün sular təzələnir, donu açılmış çaylar dünyaya səs salır. Bugün həyat mənbəyi kimi suya ehtiram göstərilir. Bugün insanlar su hövzələrinə baş çəkir, bulaqları təmizləyir, su ilə bağlı mərasimlər keçirirlər. Deyilənə görə qədimdə insanlar su çərşənbəsində sübh tezdən axar suyun üstünə gedər, ağırlığın, uğurluğun su ilə getsin deyib üstündən atlarmışlar. Çünki su aydınlıqdır, saflıqdır. Ona görə də su çərşənbəsi həm də daxili təmizliyin rəmzi hesab edilir. Ürəkləri isidən hərarət, od çərşənbəsi ikinci qədəmi qoyur. Günəş yer üzünü daha çox isitməyə başlayır. Od çərşənbəsi qədim atəşpərəstlikdən süzülüb gələn işığın qaranlıq üzərindəki qələbəsidir. Od həyat üçün zəruri olan istilik və işığı təmsil edir. Bugün tonqallar qalanır, insanlar ocağın ətrafına toplaşır, yallı gedir, rəqs edir, şənlənir və yekun ritual olaraq köhnə ilin mənfi yüklərindən arınmaq məqsədi ilə odun üzərindən atlayırlar. Üçüncü çərşənbə küləyin hökmranlığıdır. Yel çərşənbəsində mehlər əsməyə başlayır, ağaclar bir-birinə pıçıldayır. Yel yatmış torpağı oyadır, baharın ətrini hər yerə yayır. Deyilənə görə bugün Yel baba yer üzünü dolaşır, toz torpağı qovur və ağacların tozlanmasına, yəni həyatın davam etməsinə kömək edir. Bu, hərəkətin və azadlığın rəmzidir. Yel çərşənbəsi yelin, küləyin, təbiətin nəfəsini təmsil edir. Yel özü ilə baharın istisini və təravətini, yenilənməni gətirir. Bugün insanlar yelə qulaq verir, yelin istiqaməti ilə fala baxırlar. Dirilişin son nöqtəsi torpaq çərşənbəsi. Torpağın oyanışına
Yenidən doğuşa, canlanmaya həsr olunmuş 4-cü, son çərşənbə axşamıdır. Torpaq ana bizə qucağını açır. Toxumu göyərtməyə, ruzini artırmağa hazırlaşır. Bu çərşənbə ən təmtəraqlı olanıdır. İlin axır çərşənbəsi el arasında daha çox il-axır çərşənbə kimi səslənir. Torpaq çərşənbəsində süfrələr bəzənir, səməni qoyulur, şəkərbura paxlava bişirilir. Uşaqlıq xatirələrimizin ən şirin hissəsi papaq atmaq, qapı pusmaq, qulaq falı məhz bu gecənin ayrılmaz hissəsidir. Unutmayın, bu gecə yalnız xoş sözlər danışılmalıdır ki, qapı pusanlar evinizdən yalnız müjdəli xəbərlər aparsınlar. Bu 4 çərşənbə sadəcə təqvim günləri deyil. Onlar yaradılışın 4 ünsürüdür. Su ilə arınır, odla isinir, yelə qoşulub nəfəs alır və torpaqla yenidən doğuluruq. Qoy bu bahar hər birinizin ocağına ruzi, ruhuna isə sonsuz huzur gətirsin. Novruz gələndə hər evin ən baş köşəsində bir işıq doğar. Bu, səmənidir. Novruz bayramının ən parlaq simvollarından biri olan səməni sadəcə bir boşqab cücərdilmiş buğdadan ibarət deyil. O, Novruzun yaşıl ürəyi, həyatın ölüm üzərindəki qələbə rəmzi, dirçəlişin və ümidin simvoludur. Bir ovuc torpağın yaşıl möcüzəsi yalnız bayram bəzəyi deyil, min illərin dərinliyindən gələn, ana torpağın bizə pıçıldadığı ən qədim hekayəsidir. Səməni rəngini baharın ilk nəfəsindən alır. Onun o füsunkar yaşılı ümidin rəngidir. Biz o buğdaları isladanda yalnız toxumları deyil, həm də daxilimizdəki xoş niyyətləri göyərdirik. Səməni boyatdıqca sanki evimizə bərəkət, süfrəmizə bol ruzi və qəlbimizə dinclik süzülür. O bir ilin bitib, yeni bir ömrün başlamasının sükut dolu carçısıdır. Səməninin belinə dolanan o al-qırmızı kəmər də təsadüfi deyil. O həyat enerjisinin, odun və sevincin rəmzidir. Qırmızı rəng səməninin yaşılı ilə birləşəndə təbiətin bütün rəngləri ahəngə gəlir. Səməni həmişə bərəkət və bolluq rəmzi olub və olaraq da qalır. Onun yaşıl cücərtiləri bol məhsul və firavan ilin vədidir. Səməni yetişdirmə prosesi Novruzdan bir neçə həftə əvvəl başlayan bir ritualdır. Buğda dənələri diqqətlə seçilir, isladılır, isti və işıqlı yerdə cücərdilir. Hər gün cücərtilərə kiçik bir uşaq kimi qulluq olunur, sulanır və qorunur. Nəhayət, çoxdan gözlənilən an gəlir. İlk yaşıl cücərtilər görünməyə başlayır. Bu, baharın yaxınlaşdığının və təbiətin qış yuxusundan oyandığının əlamətidir. Ən maraqlısı da budur ki, səməni öz-özünə göyərmir. O qayğı istəyir, nəvaziş istəyir. Hər gün ona su verərkən biz əslində təbiətlə ünsiyyət qurmuş oluruq. Səməni əbədilik simvoludur. O bizə deyir ki, nə qədər çətin qış keçirsən də, nə qədər dondurucu şaxtalar görsən də, içindəki o bir damcı yaşıl ümidi qoruya bilsən, yenidən doğulacaqsan. Novruzun bu yaşıl möcüzəsi hər birimizin evində sülhün və dirilişin əbədi nəğməsi olsun. Simvollarla dolu bir bayram haqda danışırıqsa, Novruz süfrəsinə toxunmamaq mümkün deyil. Novruz süfrəsi sadəcə təamlar toplusu deyil, o kainatın kiçildilmiş bir modelidir. Süfrədəki hər bir şirniyyatın rəngi, forması və dadı göy üzünün, yerin və təbiətin bir parçasını təmsil edir. Bayram süfrəmizə baxdıqda biz əslində ulduzları, ayı, günəşi və torpağı görürük. Əcdadlarımız hər şirniyyata dərin bir fəlsəfi məna yükləyiblər. Gecənin ay parçası, şəkərbura, öz aypara forması ilə gecə səmasını bəzəyən ayın rəmzidir. Üzərindəki naxışlar isə təsadüfi deyil. O naxışların bəzisində buğda sümbüllərini, bəzilərində ulduzları və kainatın nizamını təmsil edir. Maqqaşla vurulan hər bir naxış bir sənət əsəridir. Novruz xonçasının bəzəyi paxlava öz romvari forması ilə ulduzları təmsil edir. Digər bir yozuma görə isə paxlava qədim Azərbaycanın odlar yurdu olmasının rəmzidir. Onun ortasındakı fındıq və ya qoz ləpəsi alovu, şirəsi isə həyat enerjisini təmsil edir. Qat-qat yığılması isə dünyanın 7 qatdan ibarət olması inancına söykənir. Qoğal isə parlaq günəşin təsviridir. Bəli, məhz dairəvi forması və sarı rəngi ilə o günəşi tərənnüm edir.
O, istiliyin, nurun və həyatın başlanğıcıdır. Badambura, qat-qat açılan ləçəkləri ilə bahar çiçəyini xatırladır. Onun ağappaq rəngi saflığı, içindəki badam isə gizli qalmış həyat toxumunu təmsil edir. Bundan başqa xonçanın digər elementləri qoz, fındıq, şabalıd və s. öz növbəsində bərəkətin və bolluğun nişanəsidir. Ənənəyə görə süfrədə mütləq S hərfi ilə başlayan 7 nemətin səməni, su, sirkə, sumaq, süd, səbzə, saat olması ailənin birliyini və bol ruzi bərəkəti təmsil edir. Novruz süfrəsi və Novruz xonçası bir xalqın minillik astronomik biliklərinin və estetik zövqünün şirniyyata çevrilmiş formasıdır. Şəkərburadan ayın nurunu, paxlavadan ulduzların parıltısını, qoğaldan günəşin istisini alırıq. Bayramın ən maraqlı və əyləncəli hissəsi Novruzun əvəz edilməz qəhrəmanları Kosa və Keçəldir. Onlar sadəcə bizi güldürən personajlar deyil, minillik bir teatrın əsas oyunçularıdır. Qışın son nəfəsi, baharın ilk addımı Novruzun bütün elementlərində öz əksini tapır. Novruz şənliklərinin mərkəzində dayanan bu iki personaj əslində təbiətdəki döngünü, mübarizəni təmsil edir. Onların dəyişməsi, zarafatları və rəqsləri qədim bir kös-kösə oyununun elementləridir. Kosa sonu və yenidən doğulan təbiəti, yəni qışı təmsil edir. O hər nə qədər getmək istəməsə də, baharın gəlişi ilə meydanı tərk etməyə məhkumdur. Keçəl isə yeni cücərən, hələ tüklənməmiş, yəni ot basmamış torpağı, baharı təmsil edir. O gəncliyin, enerjinin və yeniliyin simvoludur. Keçəllə Kosanın çəkişməsi qışla baharın mübarizəsidir. Keçəlin Kosanı məğlub etməsi işığın qaranlığa, istinin soyuğa qalib gəlməsidir. Novruz sadəcə bir bayram şənliyi deyil. İnsan, təbiət və kainat arasındakı qırılmaz bağlılığı izah edən dərin bir yaşam doktrinasıdır. Novruz fəlsəfəsi yalnız təbiətin bioloji oyanışı ilə yox, eyni zamanda insanın öz daxili dünyasını yenidən qurması, ruhun yenidən canlanması hadisəsidir. Novruzda torpağın donu açıldığı kimi, insanın da qəlbinin buzu əriməlidir. Əgər təbiət çiçəklənirsə, amma insan ruhu hələ də qışın qaranlığında, kinin soyuğunda qalıbsa, deməli o insan üçün Novruz hələ gəlməyib. Bu bayramın əsl fəlsəfəsi, məkan təmizliyindən ruhun arınmasına doğru böyük təmizlik konsepsiyasıdır. Biz Novruz qabağı evlərimizi təmizləyir, pəncərələri parıldadırıq ki, baharın işığı içəri dolsun. Lakin bu simvolik bir hazırlıqdır. Əsl təmizlik ruhsal ev-eşiyimizdən başlamalıdır. İlin yorğunluğu, uğursuzluqların ağırlığı və keçmişin peşmançılıqları bizim çeynimizdəki görünməz yüklərdir. Novruz tonqalı həm də bu yükləri yandırmaq üçün bir fürsətdir. Tonqalın üzərindən atılarkən dediyimiz ağırlığım, uğurluğum ifadəsi əslində mənfi enerjini odda buraxıb ruhu yüngülləşdirmək aktıdır. Novruz fəlsəfəsində kin saxlamaq təbiətin nizamına qarşı çıxmaqdır. Təbiət köhnə yarpaqlarını töküb yenisini çıxardığı kimi, insan da qəlbindəki qırıqlıqları, inciklikləri və nifrəti tökməlidir. Novruzda küsülülər barışar deyərlər. Küsülülərin barışması sadəcə bir adət deyil, bu bir zərurətdir. Çünki kin ruhu donduran qışdır. Kim ki birinci əl uzadır, o təbiətin ritminə daha tez uyğunlaşır. Barışıq insanın öz egosuna qalib gəlməsi və daxili sülhünü tapmasıdır. Qədim fəlsəfəyə görə Novruzdan əvvəlki 12 gün keçmiş ilin 12 ayını təmsil edir və bu dövr xaos hesab olunur. Bayram günü isə bu xaos bitir və yeni bir nizam yaranır. Qəlbin təmizlənməsi mənfi düşüncələrdən, qısqanclıqdan və bədgümanlıqdan uzaqlaşmasıdır. Sözlərimiz Novruz süfrəsindəki şirniyyatlar kimi şirin, niyyətimiz su kimi aydın olmalıdır. Novruz fəlsəfəsi bizə öyrədir ki, insan kainatdan ayrı bir varlıq deyil. Əgər ağac oyanırsa, sən də oyanmalısan. Əgər çay durulursa, sən də durulmalısan. Bu bayram insanın öz kökünə, saflığına və bəşəri sevgiyə qayıdışıdır. Dostlar, əgər bugün kiməsə qarşı ürəyinizdə kiçik bir inciklik varsa,
Onu ocaqda yanan köhnə odunlar kimi külə çevirin. Unutmayın ki, Novruzda səməni göyərtmək asandır. Əsl hünər qəlblərdəki kidurət tikanlarını təmizləyib yerinə barışıq çiçəyi əkməkdir. Qapınız həmişə qonaq üzünə, ürəyiniz isə bağışlamağa açıq olsun. Novruz o zaman həqiqi olur ki, insan yalnız təmizlənmiş evində deyil, həmçinin təmizlənmiş vicdanında bayram edir. Və yekun olaraq demək istəyirəm ki, Novruz minilliklərin süzgəcindən keçib gələn, təbiətin dirilişini və ruhun təzələnməsini müjdələyən ən qədim milli irsimizdir. Bu bayram sadəcə fəsillərin dəyişməsi deyil, həm də qəlblərdəki kinin yerini sülhə, qışın ayazının yerini baharın hərarətinə verməsidir. O, bu gün də bəşəriyyətə müxtəlif millətlərdən və dinlərdən olan insanları birləşdirərək ənənələrin qorunmasının və mədəni irsə hörmətin vacibliyini xatırladır. Bugün Novruz İran, Azərbaycan, Əfqanistan, Tacikistan, Özbəkistan, Qazaxıstan, Qırğızistan, Türkmənistan, həmçinin Rusiya, məsələn Tataristan və Başqırdistan kimi bəzi bölgələrdə qeyd olunur. 2009-cu ildə Novruz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi. 2010-cu ildə BMT Baş Assambleyası 21 Martı Beynəlxalq Novruz günü elan etdi. Əziz dinləyicilər, hər birinizə barış, sülh və əminamanlıq içində bir il arzuluyuram. Qoy bu bahar ruhunuzun tozunu yuyub aparsın. Ürəyinizdəki ən kiçik ümidlər belə qar altından baş qaldıran nərgizin ləçəkləri tək qat-qat açılsın. Unutmayın ki, həyat hər qışdan sonra mütləq bir yaşıl möcüzə yetirir. Yetər ki, ocağınızın istisi, qəlbinizin işığı heç vaxt sönməsin. Videonu bəyəndinizsə, paylaşmağı və kanalıma abunə olmağı əsirgəməyin. Sağlıqla qalın.